Pasiyentimiz Ağsuda müraciət eləmişdi. 38 yaşı var. Deməli, zərbə alıb. Tanımadığı şəxs tərəfindən zərbə alıb. Sol almacıq sümüyünün qövsi sınıb, 2 yerdən sınıb və deformasiya verərək içəriyə doğru daxil olmuşdu. Müayinə zamanı, kompüter tomoqrama zamanı almacıq sümüyünün qövsü və almacıq qövsünün birləşən yerindən 2 yerdən sınığı var. Amma sınıqla bərabər eyni vaxtda burun plastikası da eləmək istəyir. Deyir, molla gəlmişkən, deyir, ikisini də eləyir. Burunda da böyük deformasiya var. Həm burun sümüyü bir tərəfdə fikir verirsinizsə hündürdür, uzundur, bir tərəf isə qısadır. Burada deməli həm də reziksiya sümüyü çıxartmalı olacaq və septorinoplastik əməliyyatı eləyəcək. Həm çəpəri, həm də burun özü plastik olunacaq.